Bombi bu. Deməli, körpələrdə hər xırıltı xəstəlikdirmi? Sinəsində işləyən hər xışıltı qripmi, öskürək deməkdirmi? Yox. Ümumiyyətlə, körpələrdə anadan gəlmə bəzilərində stridor olur, nəfəs yollarının darlığı. Belə uşaqların həmişə nəfəsində bir xırıltı səsi eşidilir. Və həmin xırıltı uşaq dərin yuxudaykən itir. Bir səbəb stridordur. Buna çox tinus deyirlər, halbuki tinusla onun heç bir əlaqəsi yoxdur. İkinci xırıltı səbəbi uşaqda reflüdür. Yedikləri davamlı boğazına gəlirsə, çox qusan uşaqdırsa, sinədə bir xırıltı səsi eşidilə bilir. Hətta bu reflü uşaqlarda öskürəyə belə səbəb ola bilir. Bunun qriplə heç bir əlaqəsi yoxdur. Üçüncü xırıltı uşaqlarda bu ağız suyu çox axan dövrdə, o belə ağız suyu çox axan dövrdə ağız suyu sinəsinə yığılıb xırıltı səsi yarada bilir. Eyni zamanda burun tənəffüsü problemləri uşaqlarda xırıltıya səbəb ola bilir. Çünki burnu tıxalı uşaqların əlbəttə ki, nəfəsindən xırıltı səsi eşidilir. Yəni, hər xırıltı qrip, öskürək deyildir. Və buna görə uşağa dərhal dərmana qaçmağa ehtiyac yoxdur. Müayinəsində ciyəri təmizdirsə, bronxlarında bir problem yoxdursa, uşaqda qrip əlamətləri yoxdursa, bu xırıltının deməli başqa səbəblərini axtarmaq lazımdır. Belə qarınlı oğlanlarda qarnı nəfəs yollarını sıxdığına görə nəfəsindən xırıltı səsi eşidilə bilər.